Bəzi məsələlər var ki, insan nəfsinə etmə demək məsələsi var ha. Burada da incə bir məsələlər var ki, sabah nə cavab verərsən sözü var. Sabah nə cavab verərsən? Cavabdehlik. Şeytan orada da bir hiylə işlədir, istifadə edir. Ki, sabah Allah kərimdir. Nisiyədir. Sektizmin dili ilə desək, deyir ki, zahid şərabı içmir ki, Kövsərə çatsın. Mən vermərəm bu nəqdi o nisiyə hesab üçün. Amma məsələ o deyil, insan başa düşməli ki, sabah cavab verəcəyəm, o ümumi o böyük vuruşma dilləri odur. Amma hələ burada da görürlər məni ayıbdır. İnsan bunu bilməlidir. Heç kəs olmasa da Quran neçə yerdə deyir ki, sizi müşahidə edirlər, sizi sağdan soldan mələklər təqib edir, sizi görənlər var, siz tək deyilsiniz, Allah görür, mələkləri görür, möminlər görür və s. və s. İnsan bunu bilməlidir. Necə ki, insan kamera qabağında bilirsən ki, təksən, amma bir dənə gizli kamera var və sən bunu bilirsən. İndi durub fikirləşərsən, bəlkə heç işləmir, hələ bəlkə işləyir, hələ bu kameradır. Yəni Allah səni hər yerdə görür.